Təhlükəsizlik Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə First Person View Drone Azərbaycan turniri həyata keçirilir. Hal-hazırda yarış bütün həyəcanı ilə davam edir. Yarışda ölkənin müxtəlif regionlarından 13-25 yaşlı yeniyetmələrdən ibarət 24 komanda iştirak edir. İştirakçılar xüsusi FPV eynəklər taxaraq dronun kamerasından ötürən görüntünü real vaxtda izləyir və sanki dronun içindəymiş kimi onun trayektoriyasını görərək tapşırıqları icra edirlər. Bu isə yarışa daha da həyəcan və reallıq hissi qatır. Siz gələcəyin texnologiyasını, öz oxuduğunuz müəssisələrdə aldığınız bilikləri, mühəndislik bacarığınızı birləşdirərək gələcəyi qurursunuz, gələcəyi yaradırsınız. İştirakçılar dronların idarə olunması və pilotaj üzrə texniki bacarıqlarını inkişaf etdirirlər və praktiki təcrübə əldə edirlər. Sizin göstərdiyiniz bu performans onu deməyə əsas verir ki, həmişə bu təcrübələrinizi bölüşün. Xüsusilə burada iki kateqoriyamız var, böyüklər və kiçiklər. Tamamilə ayrı-ayrı performanslardır. Bunu sanki o yaxşı başa düşürəm. Burada təcrübədən irəli gəlir və s. Xüsusilə böyük pilotlarımız kiçiklərlə öz təcrübənizi bölüşün və onları bu istiqamətdə inkişafına töhfə verin. Mən bugün FPV Azərbaycan turnirində bütün dövrələri tamamlayaraq 30 dövrə vurdum və digər komandaları geridə qoyub qalib gəldim. Uzun müddətdir ki, Azərbaycan FPV turniri üçün hazırlaşırdım. 4 ay əziyyətimin bəhrəsi olaraq bu günləri bütün iştirakçılardan çox xal toplayaraq mən qalib oldum. Hamınıza bundan sonraki fəaliyyətlərinizdə, uçuşlarınızda təhlükəsiz və yumuşaq eniş arzulayıram. Gələcək fəaliyyətlərinizdə, təhsilinizdə sizin hamınıza uğurlar arzulayıram.